Ağlar müəllim fakültənin formalaşmasında, fakültədə mövcud katedraların formalaşmasında böyük əməyi olan insandır. Bu gənc tələbələrimizə mən bildirirəm. Təbii ki, Ağlar müəllim dostları, kollegaları bunu gözəl bilirlər. Fakültənin meydana gəlməsində Ağlar müəllimin böyük zəhmətli əməyi var. Və son haradasa mən 5 il müşahidə edirəm. Bilməm, Ağlar müəllim öz çıxışında qeydilər dəqiq vaxtını. Bu əsər üzərində köklənmişdir. Ağlar müəllim bu əsəri ərsəyə gətirmək istəyirdi və xeyli də samballı və iri həzmli bir əsər meydana gəlmişdir. Ağlar müəllimə təşəkkür edirik. Ona can sağlığı arzulayırıq və tədbirin uğurlu davam etməsini diləyirik. İcazənizlə tədbirin moderatorluğunu Kərəm bəy Müqəddəsinin Beynəlxalq Sosial Komitəsinin müdürü Kərəm bəyimə həvalə edək və əziz qonaqlarımızdan çıxış eləmək istəyənlər var. Tədbirin proqramında mövcuddur. Proqramdan kənarda kimsəsə çıxış eləmək, ürək sözü demək buyurar, öz ürək sözünü deyər. Buyurun Kərəm bəy. Dəyərli həmkarlar, tələbələr, qonaqlarımız, hamınızı mənlə salamlayıram. Bugün həqiqətən də tarixi bir gündür. Ağlar müəllimlə biz fakültədə fakültənin yarandığı gündən çiğnə bir yerdə işləmişdik. Kafedramızın formalaşmasında, fakültəmizin formalaşmasında birlikdə olmuşuq. Saat 2 gündən başlayaraq. Ağlar müəllimlə o vaxtdan tanımağa başlamışam. Həqiqətən də Ağlar müəllimin çox məsuliyyətli, çox peşəkarcasına iş fəaliyyətini görmüşəm. Çox ciddi əmək intizamına riayət eləməyi hər zaman görmüşəm. Və hər şeyi ciddi şəkildə, normalara uyğun şəkildə, həmçinin çox ciddi bir tələbkar formada həyata keçirdiyinin şahidi olmuşam. Yəni biz Ağlar müəllimdən bir əsl məktəb görmüşük və Ağlar müəllimin o məktəbini əks eləyərək biz də yavaş-yavaş çalışmışıq ki, yetişək, nə qədər yetişmişik onu Ağlar müəllim və eyni zamanda bizim həmkarlarımız qiymətləndirə bilərlər, biz özümüzdən bir şey deyə bilmərik. Yəni Ağlar müəllimdən biz həm həyat dərsi öyrəndik, həm elmi fəaliyyətdə qaydalarını öyrəndik. Ağlar müəllimdən iş prinsiplərini öyrəndik ki, necə işləmək lazımdır. Və heç şübhəsiz ki, fakültəmizin böyüməsində biz Ağlar müəllimdən işə başlayanda cəmi cümlətəni 3 nəfər idik. Ağlar müəllim, Cəmə xanım və mən. Sonra biraz keşməkeşlik, biraz da yollar keçmişik. Kafedramızı hətta bir müddət bağladılar da. Ondan sonra artıq gördülər ki, yox, fakültə böyüyür, ixtisaslar böyüyür. Ondan sonra yenidən fəaliyyətə başladıq və həmin 3 nəfərlə yenidən bərpa olduq və böyüyə, genişlənə böyük bir kafedra olduq. Müştəkin ən böyük kafedralarından birinə çevrildik. Hətta bizim təzə başlayanda, ondan sonra beynəlxalq jurnalistika ixtisası da bizim fakültədə açıldı. Çox jurnalist dostlarımız da gəldilər. Həmid müəllim, Sabir müəllim, Vəli müəllim ilə əvvəldən bizdən işləyirdi. Allah rəhmət eləsin, Nəsman Yağmurlu gəldi. Yəni, getdikcə genişləndi kafedramız. Sonra müəyyən səbəblərdən beynəlxalq jurnalistika ixtisası köçürüldü, jurnalistika fakültəsində. Ona görə biz ayrılsaq da amma yenə də böyüdük və 2006-cı ildə Beynəlxalq Münasibətlər Kafedrasından Ağlar müəllimin rəhbərliyi altında yetişən böyük bir kollektiv İkinci bir kafedranın yaranmasına vesile oldu ve Diplomatiya və Müasir İnteqrasiya Prosesləri Kafedrası
formalaşdı. Yəni Ağlar müəllimin fəaliyyətindən nə qədər bu keçən 91-ci ildən üzü bu yana nə qədər xoş xatirələrimiz var, danışsaq yenə də kifayət eləməyəcək. Buna görə vaxtınızı bizdən çox almaq istəmirəm, bayram qabağıdır, dərslər də var. Onun üçün icazə versəniz mən digər çıxış edənlərə demək istəyən həmkarlarımıza söz verək. Elə bizimlə əvvəl 3 gündən çiyin-çiyinə işləmiş ilk sözdə hörmətli Sabir müəllimə vermək istəyirəm. Sabir müəllim də onda daha indi də gəncdir, amma onda lap gənc idi və artıq jurnalistika fakültəsinin professorudur, siyasi elmlər doktorudur və Sabir müəllim öz təsdiqatlarını danışdı. Bundan sonra kitab sözü davam etdik. Buyurun Sabir müəllim. Hörmətli həmkarlar, hörmətli tədbir iştirakçıları, bugün həqiqətən Bakı Dövlət Universitetinin tarixində Azərbaycan elminin inkişafı müstəvisində çox böyük bir hadisə ilə əlaqədar biz toplaşmışıq, yığışmışıq. Qeyd edildiyi kimi çox fundamental, əhatəli və Azərbaycan elmi üçün çox vacib olan diplomatik, siyasi, ensiklopediyanı təqdim etmək tədbirində toplaşmışıq. 2800-dən 800 səhifədən artıq olan böyük bir elmi əsər həqiqətən uzun müddət bu sahədə çalışan hörmətli bizim Ağlar müəllimin əməyinin əsasın nəticəsidir. Bu ensiklopediya Azərbaycan elmində yeni bir sözdür. Bu mənada ki, indiyənədək belə bir elmi əsər çox təsvir olsun ki, Azərbaycan ictimaiyyətinə hələ təqdim edilməmişdir. Bu mənada mən bizim elmi cəmiyyənin və Beynəlxalq Münasibətlər Konfederasiyonun kollektivini, universitet kollektivini ürəkdən təbrik edirəm. Son dövrlər kifayət qədər informasiya mənbəyi vasitəsilə yayınlanır, amma bu informasiyalar heç də həmişə yoxlanılmamış və Azərbaycan gənclər üçün də, həmkarlar üçün də bəzən problemlər yaradan bir informasiya xəttidir. Amma ənənəvi bizim təqdim edilən ensiklopediya formasında çox dəqiq, əsaslandırılmış, geniş mənada müxtəlif, istər terminologiya baxımından, istər mövzular baxımından Azərbaycan oxucusuna, elmi cəmiyyəyə təqdim edilmiş həmin bu fundamental əsərdə vurgulanan, istər ayrı-ayrı mövzular, istər ayrı-ayrı terminlər, tarixi baxış və s. həqiqətən çox böyük bir uğur kimi qiymətləndirilə bilər. Halbuki ensiklopediyanı bir neçə istiqamətdə dəyərləndirmək olar. İstər diplomatik araşdırma baxımından, beynəlxalq münasibətlər sistemi ilə əlaqədar olan problemlərin iştiraklanması baxımından, beynəlxalq hüquq, dünya iqtisadiyyatı, beynəlxalq jurnalistika, milli tarix və sair istiqamətlərdə bu ensiklopediyanı araşdırmaq və dəyərləndirmək olur. Həqiqətən beynəlxalq münasibətlər fakültəsi üçün və bizim gənclər üçün ən böyük üstünlük ondan ibarətdir ki, bu elmi əsərdə diplomatiyanın A hərfindən başlayaraq bütün o diplomatik etiketli, diplomatik yarışmada istifadə olunan, səfirliklərin təşkili məsələlərdə istifadə olunan terminlərdir, anlayışlardır, çox dəqiq şəkildə bu əsərdə təqdim edilir. Eyni zamanda xüsusi vurgulamaq istərdim ki, diplomatiya tarixinə diqqət yetirməklə Ağlar müəllim həqiqətən Azərbaycan tarixini son dərəcə incə məqamlarına diqqət yetirməklə
bu ensiklopediyaya həm də geniş mənada bir milli ruh gətirir. Bu mənada ki, ensiklopediyada Ağqoyunlu dövlətinin xarici siyasəti, Səfəvilər dövlətinin xarici siyasəti və bunun bu mövzulardan çıxış edərək sonraki illərdə, sonraki dövrlərdə Azərbaycan xalqının və ümumiyyətlə Azərbaycan ərazisində yaranan, formalaşan və fəaliyyət göstərən dövlətlərin, dövlət xadimlərinin fəaliyyətinə xüsusi diqqət edir. Mən üçün şəxsən çox böyük maraq göstəridir ki, Ağalar müəllim həqiqətən bu milli baxışdan çıxış edərək Azərbaycan Demokratik Respublikasının tarixinə xüsusi diqqət edilir və bu həqiqətən çox qürur vericidir və istər həmin dövrün ideoloji xəttini yürüdən Məmməd Əmin Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyski və eyni zamanda hərbi bizim sərkərdələrimiz, Mehmantarovdur, başqaları və onların fəaliyyətli, onların gördüyü işlərlə əlaqədar kifayət qədər geniş məlumatı. Mən belə şəxsi müzakirələrdə də bir fikirlə razılaşıram ki, həqiqətən bu ensiklopediyanı diqqətlə belə tələbələrimiz, gənclərimiz, gələcək diplomatlarımız, bizim doktorantlarımız bu əsəri diqqətlə, təmkinlə, belə deyək, vərəqləməklə sadəcə olaraq acizə tanışlıqla belə böyük, zəngin bir elm topusu, zəngin bir bilik topusu olduğunu görə bilərik. Çünki həqiqətən bütün istiqamətlər bizə çox fundamental bilgi, fundamental məlumatlar təqdim edir. Eyni zamanda qeyd etmək lazımdır ki, Ağalar müəllim bu milli xətti ensiklopediya edir. Biz həmişə vərdiş etmişik ki, quru terminlərin ifadəsi, onun araşdırılması və s. təqdim olunur. Amma eyni zamanda biz bilməliyik ki, həmin bu yanaşma ilə yanaşır burada həm də bir milli ruh onda hiss olunur ki, Azərbaycanın xalqının üzləşdiyi müəyyən problemləri çox həssaslıqla təhlil edib və ofis olaraq təqdim edib. Bu mənada bizim birinci Qarabağ müharibəsi dövründə baş verən hadisələri və bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması məsələlərinin, o dünya xarici mətbuatda necə bunlar əks olunmuşdur, hətta ki, Xocalı soyqırımı və Amerika Birləşmiş Ştatlarının hansı ştatları tərəfindən bir soyqırım kimi qiymətləndirilir, başqa hansı dövlətlərdə bununla əlaqədar parlamentlərində məsələlər qaldırır. Bunun özü həqiqətən çox qürur vericidir və mən düşünürəm ki, hətta tədqiqatçılar üçün çox vacib bir məsələdir. Bir məsələni mən xüsusilə vurğulamaq istərdim və mən düşünürəm ki, bu bəzən sadə görünən bir məsələnin işıqlandırılması nə qədər böyük əmək, əziyyət tələb etdiyini görəcəksiniz. Siz diqqət yetirin, Türk dünyasının ərazisində sakit okean sahələrindən başlamış, Pirliyə yarımadasına qədər olan bu ərazidə, yaxud deyək ki, Kərkükdən başlamış, Şimali Urala qədər olan bu böyük bir ərazidə Türk dünyasının ilk günlərindən bəri bu ərazilərdə mövcud olan, formalaşan Türk dövlətlərinin varlığı tarixi dəqiq və dəqiq göstərilir. Və bu sadəcə olaraq hər bir dövlətin, deyək ki, Uyğur xaqanlığını, Qırğız xaqanlığını, bu dövlətlərin tarixinin dəqiqləşdirilməsi nə qədər böyük vaxt aparır, nə qədər böyük əziyyət tələb edir, nə qədər böyük belə əmək tələb edir. Bunun özü, məsələn, siyahıya diqqət etsəndə biz baxırıq, həqiqətən qürurlandım ki, bu qədər böyük vaxt, bu qədər əziyyət alan sərf edir və Türk dövlətlərinin, baxmayaraq kiçik dövlətdir, məsələn, Qaşqayda, yaxud ki, Altaylarda, vaxtilə Tuva dövlətinin yaranmasından əlaqədar olardı və s. O qədər dəqiq, incə məlumatları təqdim edir ki, bunun özü həqiqətən çox böyük qürur verici bir faktdır. Qeyd etdiyim kimi, diplomatik ensiklopediyalar həm də
beynəlxalq hüquq və beynəlxalq jurnalistlə əlaqədar kifayət qədər belə maraqlı, vacib və əhəmiyyətli faktlar təqdim edilir. Qeyd edim ki, deyək ki, beynəlxalq jurnalistika ilə qədər dünya media şirkətlərinin, BBC-li deyək ki, yaxud deyək ki, dünya informasiya agentlikləri, Associated Press-li deyək ki, yaxud Reuters-li başqa agentliklərin son dərəcədə belə ən samballı mütəxəssis səviyyəsində bu informasiya agentlikləri, bu media şirkətlərinin tarixini və onun formalaşması prosesini və eyni zamanda hazırki durumunu Ağalar müəllim bu ensiklopediyada təqdim edir. Geniş belə danışmaq olar və mən bununla əlaqədar olaraq 525-ci qəzetdə bu ensiklopediyanı əlaqədar düşünürəm ki, çox vacib və əhəmiyyətli belə bir rəy və yazı təqdim etmişdir və çox sağ olsun ki, Rəşad müəllim bu yazını çox belə sürətlə, çox diqqətlə yanaşdı və bu materialı təqdim etdi və Azərbaycan ictimaiyyəti ilə həqiqətən bu ensiklopediyanın mahiyyətli və varlığı məzmunu ilə tanış oldu. Mən səbəbi olaraq üzümlü gəncləri tutmaq istəyirəm ki, təşkillər olsun, gəncləri son vaxtlar məsələn, çap media, yaxud ki, çap olunmuş kitablara az diqqət yetirirlər, nədənsə daha çox başları bu sosial media xətti ilə, yeni media xətti ilə təqdim olan informasiyaya iş tuturlar. Mən düşünürəm ki, bu ensiklopediyanın, bu kitabın, bu 5 cildin qoxusunu götürmək, onu sadəcə olaraq yerə təkləmənin özü böyük bir məktəbdir, böyük bir elmi bildiriş təklif etmək. Bu mənada mən bir daha Ağalar müəllim sizi təbrik edirəm. Beynəlxalq Münasibətlər Kafedrası təbrik edirəm Bakı Dövlət Universitetini və Azərbaycan ictimaiyyətini ki, həqiqətən belə böyük fundamental 5 cilddə istifad olaraq Azərbaycanda böyük bir elmi əsər Azərbaycan ictimaiyyətinə təqdim edilir. Təşəkkür edirəm. Və bu keçən müddət ərzində və ilk günlərdən bir yerdə olduğumuz hörmətli müəllimə, müəllimə təşkilatlarını tanışdıq. Çox hörmətli qonaqlarımızı və tələbələrimizi salamlayıram və hesab edirəm ki, bugünkü möhtəşəm tədbirdə bizim çox hörmətli akademiklərimizin, professorlarımızın iştirakı təbii bir hadisədir və həm də qanuna uyğunluqdur. Çünki bu sevinç payında onların da dəst xətti var. Hələ 1991-ci ildə hörmətli akademik Vasim müəllim, digər bizim profesor Şövqü müəllim, Böyük Universitetin Böyük Elmi Şurasının üzvləri kimi çox cəsarətli, riskli bir addım atıb belə bir fakültənin yaranmasına səs verdilər. Ona görə sizə çox böyük minnətdaram. Ona görə ki, bugünkü bizim bütün uğurlarımızın təməlində sizin seçiminiz dayanır. Çox insanlar vardı ki, barmaq arası baxırlar ki, bu bizə nə lazımdır, nədir. Amma görünür ki, universitet öz məfkurəsinə görə, öz təfəkkür tərzinə görə sağlam insanlarla o vaxt belə qərarı qəbul edilər. Və biz də Ağalar müəllimlə ilk gündən burada bir kafedrada çiyin-çiyinə işləmişik. Amma mənim Ağalar müəllim haqqında bir qədər geniş danışmağa haqqım var. Ona görə ki, bizim tələbələr də buradadır, eşitsinlər, bilsinlər. Mən hələ 67-ci ildə tələbə olan zaman o vaxtdan Ağalar müəllimi tanıyıram. Amma adını eşitmişdim, yüzünü görmüşdüm. Amma kimliyi, onun bu qədər fədakar insan olmağını hələ dərk eləməmişdim. Çox bir yaxşı hadisədir ki, bu günləri biz bu ensiklopediyanın təqdimatına toplaşmışıq. Sabir müəllim çox sağ olsun, çox ətraflı məziyyətləri haqqında fikir bölüşdü. Ancaq mən belə hesab edirəm ki, Ağalar müəllim özü də canlı bir ensiklopediyadır və onun haqqında mən bir neçə deyəcəyim sözlər var. Birincisi, indi bizim respublikamızın hər yerində, hətta yaxın dövlətlərdə də Ulu Öndər Heydər Əliyevin 102 gününü, ad gününün qeyd olunmasıyla bağlı tədbirlər keçirilir. Mən də bir-iki tədbirdə iştirakçı olmuşam və bilməlisiniz ki, bizim əziz tələbələr, Ağalar müəllim Heydər Əliyevin dövründə yüksək
məsuliyyətli vəzifələrdə çalışan bir insan kimi bizim dövlətçiliyimizdə xidmətləri olan bir insandır. Yəni o vaxtda, bu gündə və ondan sonraki dövrdə də nazir olduğu vaxtında çox böyük xidmətləri olub. Burada da qeyd edilər bizim bugünkü günümüzə gəlib çıxmamızda. Biz kafedranı tək yaradanda hələ heç nə yox idi, bir kitab da yox idi. Hər şey rus dilində idi, çünki o vaxt o SSR adında bir dövlət vardı, imperiya vardı, o mərkəzdən hər şey idarə olunurdu. Bizim işimiz lüğət oldu, diplomatiya terminləri lüğəti. Azərbaycan dili onu nəşr elədik. Bizim tələbələrimiz onu əl-əl gəzdirirlər və deyirlər ki, bu bizim üçün elə bir dərslik qədər qiymətlidir. Çünki bütün məlumatlar orada var idi. Amma ondan sonraki illərdə nələr baş verdi? Bütün proqramlar, xeyli sayda kitablar və s. işimizi gördük. İndi açığını etiraf etmək lazımdır. Bax, bizim burada hörmətli Rüfət müəllim əyləşir, gözəl şərhşünas, türkoloq, alimdir. Bax, onun da ailəsində bir diplomat yetişdi, yəni diplomatik tədqiqatlara böyük bir saf verdi. İndi bizim respublikamızda en qədər beynəlxalq münasibətlər üzrə mütəxəssis var. Elə də elə deyil sadəcə. Yəni, biz bütün zəhmətimizlə, varlığımızla həm elmi istiqamətlər üzrə, həm tədris metodiki vəsaitlərin hazırlanması işlərinə qatıldıq və Ağalar müəllimin o işgüzarlığının nəticəsi idi ki, tez bir zamanda fakültə ayağa durdu və bugün də. İndi açıq deyək də biz hamımız insanıq. İnsanlarda içində bir bu fislət deyək bir şey var da, biz biri qonşunun inəyini sayır, biri onun toy büdcəsini sayır, indi biraz da geniş mənada villalarını sayırlar, maşınlarını sayırlar. Mən cəsarət edib Ağalar müəllimin kitablarını saya bilmirəm. Ona görə ki, birinci mənada çoxdur, ikinci mənada çoxdur. Yəni, bilmirəm və Ağalar müəllim neçə kitabımız var. Yəni, bu mənada deyirəm ki, Ağalar müəllim özü bir ensiklopediyadır. Yəni, beynəlxalq münasibətlər nəzəriyyəsindən tutmuş digər proseslərin hamısının elmi cəhətdən işlənməsində onun böyük xidmətləri var. Ona görə də mən belə fikirləşirəm ki, biz hələ Ağalar müəllimdən çox öyrənməliyik. Bu kitabın da ərsəyə gəlməsində mənim də müəyyən xidmətlərim olduğuna görə özümü xoşbəxt sayıram. Amma indi mən bir dəfə Ağalar müəllimdən eşitmədim ki, o desin, mən bunu eləmişim. Çox dünyalarca məşhur boksçu var, Məhəmməd Əli. O jurnalistlərlə müsahibəsində bir dəfə deyirlər ki, siz də heç özünüz haqqında danışmırsınız. Deyir, mən özüm haqqında nə vaxt danışsam, bilin ki, ölmüşəm, yoxam. Yəni, bu insan o boyda təvazökardır ki, özü haqqında bilir ki, mən bunu eləmişəm. Amma mən bilirəm ki, eləyib. Və elədiklərinə görə də Ağalar müəllimə çox böyük ehtiramla öz təşəkkürümü bildirirəm ki, indi bugün bizim balalarımız sizin zəhmətinizdən bəhrələnirlər. Yəni, kitab yazmaq asan iş deyil. Amma indi bugün bizim faciəmiz hamı deyir, qlobal istiləşmə ilə bağlıdır. Ancaq mən deyirəm, bizim gələcək faciəmiz soyuqlaşma ilə bağlıdır. Yəni, bu soyuqlaşma nədir? İnsanların bir-birindən soyuqlaşması, insanların kitabdan soyuqlaşması. Axı, kitab yazılıb, kitab, indi Maksim Gorki kimdir, Rusdur, hər kimdir, bilmirəm. Onun bir cümləsi var, kitab bilik mənbəyidir. Daha bundan böyük söz ola bilməz. Yəni, kitab yazılıbsa, bu əbədi bir varlıq kimi yaşayacaqdır. Yəni, el arasında deyir, mən qala vurdum ki, nə bilim, özüm qalmayım, izim qala. Bu izi yaşatmaq üçün bizim elmimizin, gələcəyimizin bütün nüansları ardıcıllıqla bu kitabda Sabir mən çox gözəl qeyd edir. Hətta türkçülük tarixindən, türk dövlətlərindən, nə bilim, Azərbaycancılıq, çox geniş məlumatları var bu kitabda. Ona görə də xahiş edirəm, bizim tələbələrimiz kitabdan soyulmayın. İndi çox az adam olar ki, kitabı başının altına qoyub yatar. Amma İsmail müəllim, biz kitabı başımızın altına qoyub yatırdıq da. Yəni, yastıq yerinə yox, oxuyurduq, elə mürgülürdük, kitab da qalırdı başımızın altında. İndi tələbələr başının altına telefon qoyub yatır. Bax, budur əsrin faciəsi. Xahiş edirəm, gələcək diplomatlar,
yadda saxlayın. Mən bir qədər biraz da poetik deyəcəm. Ulu Sokratdan soruşurlar ki, necə oldu sən filosof oldun? O da deyir ki, evləndi. İndi bu fikrin davamına baxın. İndi Allah qoysa siz də bu xoşbəxt yolu keçəcəksiniz. Amma sizin hələ tez diplomat olmaq üçün tez evlənməyiniz lazım deyil. Hələ sizin oxumağınız, öyrənməyiniz lazımdır. Evlənməyin də vaxtı çatacaq. Yəni buna görə də ağalar müəllim, mən hesab edirəm ki, sizin bu ensiklopediyamız bizim gənclərimizin, burada bəylər, gələcək xanımlar var, stolüstü kitabı olmalıdır. Cehizinin bir elementi olmalıdır. Əgər siz həqiqi beynəlxalq münasibətlər üzrə mütəxəssis, gələcəkdə diplomat olmaq istəyirsinizsə, evlənin. Amma hələ oxumaq lazımdır. Bax, bu ağalar müəllim bu şansı yaratdığına görə mən sizə çox minnətdaram. Çox danışa bilərəm, yəni ürəyimdə çoxdur sözüm, ancaq yadda saxlayın. Kitab bilik mənbəyidir. Yadda saxlayın. Bizim əlimizə götürüb, öpüb gözümüzün üstünə qoyduğumuz müqəddəs Quran kitab da Quran-ı Kərimdir, kitabdır. Bax, bilik buradan başlayır, yol buradan başlayır. Ona görə ağalar mənim, siz bu yolu bizim gənclərimizə biraz da açdığınıza görə, biraz da uzaqdığınıza görə sizə uğurlar arzulayıram. Mən hesab edirəm ki, universitet rəhbərliyində, fakültə rəhbərliyində bu işdə çox böyük zəhməti var. Həqiqətən bu kitabın təbliğ olunması, onun yayılması çox əhəmiyyətli bir hadisədir. Hamınızı təbrik edirəm. Çox sağ olun ağalar. Sağ olun. Çox sağ olun, müəllim. Müəllim. Rüfət müəllim, bu demək istəyir. Mən çıxış edilənlərə böyük hörmət ehtiramla yanaşıram. Təbii ki, hər kəsin özünə məxsus fikri var, düşüncəsi var. Bugün hər bir Azərbaycan ziyalısı nə edirsə, xalqı üçün edir və xalqının gələcəyi üçün edir. Bunu düşünür. Bizim bugün, mən ağalar müəllimə çox minnətdaram ki, belə gözəl, mötəbər məclisə məni də dəvət edibdir. Bu ensiklopediyadanın birində mən də rəisi kimi orada işıqlandırılmışam. Bizim deməli, Vəlialı müəllim daha qeyd elədi ki, Türk Filologiyası Kafedrasının əməkdaşlarından biri, yəni mənim qızım, kafedramızın dosenti Cəmilə Rüstəmova, Türk və Azərbaycan dillərində diplomatik terminləri, diplomatik təhlilinə aid dissertasiya mövzusu yazdı, müdafiə elədi. İnşallah bu yaxınlarda da onun monoqrafiyası çap olunur. O qaldı ki, diplomatiya terminlərinə aid müxtəlif səhkilərdə, lüğətlər də çap olunubdur təbii ki. Amma mən bir fikirlə razılaşmaq istəmirəm ki, bəli, ki burada Beynəlxalq Münasibətlər Fakültəsinin açılmasında çox böyük risklər var idi. Nə risk olacaqdır? Azərbaycan milli müstəqilliyini əldə etdikdən sonra müstəqil dövlət kimi özünün Beynəlxalq Münasibətlər Fakültəsi də ola bilər, müxtəlif sahələrdə söz sahibi də ola bilər. Amma qaldı ki, ağalar müəllim kimi bir ziyalımızın biləyini şərmiyib belə bir fakültəni yaratması bu özü böyük addımdır, təşəbbüsdür. Ziya Paşa gözəl deyibdi ki, aynəsi işdir kişinin, lafa bakılmaz, şahsın görünür, şəxsi əqli əsərində onun əsəri göz qabağındadır. Özü bu ensiklopediya, siyasi ensiklopediya elə belə kitab deyildir. Bu oxumaq üçün roman deyil, hekayə deyil. Hər biriniz yaxşı bilirsiniz ki, dünya dövlətləri kimi Azərbaycan xalqı da milli müstəqilliyini əldə etdikdən sonra dünyanın bütün ölkələri ilə diplomatik əlaqələri yaratmağa başladı. Elə deyilmi? Hesabına. Yəni bu diplomatik əlaqə varsa, harda Azərbaycanı təmsil edən diplomatik korpus varsa, təbii ki, orada diplomatik terminlərə də ehtiyac vardır. Bəzən görürsən ki, insanlar xaricdə olarkən elə hərəkət edirlər, bilmirlər ki, bu tamamilə xalqın mentalitetinə də ziddir. Mən çox üzr istəyirəm, vaxtilə Allah rəhmət eləsin, Elçi bəy deməli Türkiyədə olanda
bizimkilerden biri bir nefer türkü Elçibeyle tanış eləmək istəyir. Bəy deyir, buyurun bu bizim falan arkadaş deyəndə onun kolundan vururlar, kol da zedelenir. O muhafize hizmetinin reisi der ki, kardeş ayıptır. Bu bir büyük ülkenin temsilidir, bir büyük ülkenin prezidentidir. Sen kim oluyorsun ki sen benim arkadaşımla tanış olacaksın diye bir ifade işledi. Yani demek isterim ki burada bu ensiklopediyada gösterilen her bir ifadenin biri bir eserdir. Yani bu ensiklopediyadan söhbət gedir. Elə bir eser ortaya koyup ki Ağalar müəllim, mənə elə gəlir ki, özünə hörmət edən Azərbaycan diplomatlarının hansı bu ensiklopediya onların stolüstü kitabı olmalıdır. Bunu belə təqdim eləmək lazımdır. Bizim böyüməkdə olan gençlərimizə biz bu günləri diplomatiyadan danışırıqsa ki, izah eləməliyik diplomatiya nədir? Verməli, izah eləməli ki, niyə bu beynəlxalq jurnalist adlanır, beynəlxalq hüquq adlanır? Elə yoxsa yox. Bu sadece dar çerçevede değil, büyük bir, ben değerli maçlarda öğrenilen bir sahadır. Bunu da öğretmek için üstad, alim lazımdır. Bugünleri ışığına toplaştığımız Ağalar müəllim, ben onun şahsiyetine, kalemine, istedadına çok hürmet edilen bir insanım. Ona göre ki Ağalar müəllim vaktiyle tesadüf değil, Azerbaycan'da Təhsil Naziri vəzifəsində işləyibdir. Və elə təsadüf adam olsaydı, hər yoldan keçəni təhsilin başına gətirmirlər, elə deyilsə yox. Ağalar müəllim də sonraki işlərində də sübut elədi ki, bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan oğlu kimi xalqı üçün, onun bugünü və gələcəyi üçün çalışmaq lazımdır. Bugün də o ensiklopediyanın ışığını görməsi onun məntiqi nəticəsi deməkdir. Mən Ağalar müəllimi təbrik edirəm. Biraz səhətimlə əlaqədar biraz da işim olduğuna görə üzr istəyib getmək istəyirdim. Ağalar müəllim, mən bu əsərə görə şəxsən öz tərəfimdən minnətdarlıq hissi ilə mən sizə demək istəyirəm ki, düzdür, mən də 72, 73, 85, 86, 87, 88 illərində diplomatik korpusda işləmişəm. Diplomatiyanın nə olduğunu mən də biraz yaxşı başa düşürəm. Mənə elə gəlir ki, hər bir diplomatın atdığı addım dövləti üçün uğur da ola bilər, dövləti üçün praval da ola bilər. Yəni, üz ağlığı da gətirə bilər, üz qarağılığı gətirə bilər. Amma bir də onu deyil ki, bu Azərbaycanımızın çox sayılan, sevilen elm məbədində yalnız belə əsərlərin təqdimatı daha da çox olmalıdır. Ona görə ki, buradan yetişən bizim alimlər dünya şöhrətli alimlərdir. Öz sözünü deyən insanlardır. Elmin bütün sahəsində söz sahibidirlər. Bunu demək lazımdır. Onlardan da biri bugün özünü sübut elədi. Ağalar müəllim, təbrik edirəm. Universitet rəhbərliyini təbrik edirəm. Kollektivi təbrik edirəm. Fakültənin dekanını sağ olsun, cavan olsa da onun kollektivinə verdiyi hörmət, izzət göz qabağındadır. Tələbələrin belə diqqətlə, hörmətlə iştirak eləməyi, bu da bizim fəxrimizdir. Sağ olun, diqqətinizə görə. Bir daha hamınızı, bir daha hamınızı bu tədbir münasibətilə salamlayıram. Öz xoş arzularını bildirirəm. Həm də minnətdarlığımı bildirirəm ki, belə bir kitabın işığına toplaşmışıq və onun müzakirəsini keçiririk, onun təqdimatını keçiririk. Bu məsələdə Sabir müəllim bizi qabalayıb. Bu, bir neçə gün bundan əvvəl 525-ci qəzetdə kitab haqqında öz gözəl resenziyasını çap elətdirir və çox yaxşıdır ki, onun elektron mətnini göndərib mənə. Sabir müəllim kitaba çox yüksək qiymət verir. Sübut edənlər kitabın məziyyətləri haqqında məlumat verirlər. Kitabın nəşr olması ilə bağlı birbaşa bağlı olan adamlardan biri kimi mən də müəyyən məsələləri, müəyyən fikirləri diqqətinizə çatdırmaq istəyirəm. Diplomatik siyasi
5 cildik diplomatik siyasi ensiklopediya Ağalar Nərimanov Abbasbəylinin uzun müddətli titanik əməyinin məhsuludur desək səhv eləmək. Ensiklopediya Rüfət müəllim də adını çəkdi, Sarı müəllim məqaləsində də bir neçə məqamlar var. Ensiklopedik xarakterli diplomatik lüğət Respublikamızda yoxdur. Ayrı-ayrı terminlərlə arada hüquq ensiklopediyası var, dijital ibarət, iqtisadi ensiklopediya var, diplomatik lüğət var və bunların hamısının bir cümləni var. Amma siz öyle tutun ki, bu kitabın ümumi həcmi təxminən 3200 səhifəyə yaxındır. Bu 5 cildlik əvvəl 3 cilddən ibarət hazırlanmışdır. 1048-1092 səhifə arasında hər cildin həzmi vardır. Amma nəşriyyatda qərar alındı ki, onu 5 kitabı belə ki, bu zaman hərflərlə bağlı problemlər yarandı. Bu ensiklopediyaların nəşrində mümkün olan üsullardan biridir. Bəzi cildləri biz iki hissəyə bölmüş olduq. Çünki bir cilddə onu çap eləmək, birdən-birə 1000 səhifəlik kitabı çap eləmək elə də asan məsələ deyil. Bunun çoxlu problemləri olan nüansları var. İlk növbədə Ağalar müəllim haqqında deyilənləri mən də qoşuram. Ağalar müəllimin adı Azərbaycan ictimai siyasi fikrinə tanış adam simvollardan biridir. Moskva Dövlət Universitetinin məzunu və alimi. Kuba böhranı dövründə Sovet nümayəndə heyətinin üzvü. Bakı Şəhər Partiya Komitəsinin katibi. Rüfət müəllimi xatırlatdığı kimi təhsil naziri. Azərbaycanda və Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər kafedrasını ilk yaradan və ondan 30 ildən yuxarı rəhbərlik edən bir şəxs kimi özünə məxsus məktəb yaradan insanlardan biridir. Və bu Ağalar müəllimin halal haqqıdır. Mən maraqlı bir detallı xatırlatmaq istəyərdim. Ağalar müəllimlə bizim tanışlarımız 35 ildən yuxarıdır. Təhsil Nazirliyindən deməli, o 80-cı illərin sonlarında baş verən hadisələrdən sonra Bakı Dövlət Universitetinə gəlmişdi. Mən də Bakı Dövlət Universitetini tutardıqdan sonra elmi şura qərar vermişdim. Qırmızı diplomla tutardığına görə sertanturaya sənəd verir. Lakin kafedra daraldı. Ondan sonra siyasi tarix kafedrası yaranarkən Ağalar müəllim rəhbər götürdü. Və mən kafedradan çağırdılar, Ağalar müəllimlə görüşdük. Dedi ki, sabah onda da Misir müəllim rəhbərlik edirdi. Yəni, orada rəhbərlikdə biraz problem vardı. Mən də qərara gəldim ki, saat 9 üçün deyil, saat 9-un yarısı üçün artıq universitetin qabağındaydım. Yox, pilləkənlərlə çıxdım yuxarı. Fikirləşdim ki, ürəyimdə fikirləşdim ki, nazir adamdır. Yəni ki, saat 10-un yarısına ona ancaq gəlib çıxabilir. Bir 5-10 dəqiqə qalmış, artıq Misir müəllimin kabinetinin qabağında gözləyirdim. Ağalar müəllim çıxdı içəridə, aspirant Apazvayır. Aspirant geçirsən, mən də elə onun dediyi ləhsədə cavablandırdım ki, zadержался Ağalar müəllim, günahından kesin. Yəni, gecikməklə ləngimək sözünün burada deməli, söz oxşarlığına baxmayaraq, Ağalar müəllim özünə qarşı çox tələbkar insanlardan biri olur. Mən artıq ikinci dəfədir, sizlərin bəlkə də hamıdan fərqli olaraq, ikinci dəfədir ki, Ağalar müəllim kitabını təqdimatında görürük. Birinci dəfə 1997-ci ilin sentyabrında Azərbaycan evində ilk dəfə olaraq Heydər Əliyev və Dünya Siyasəti Rus dilində belə bir kitab nəşr olundu və dərhal da çox böyük sensasiya səbəb oldu. Gürcistan sarayında həmin kitabın təqdimatı işləyirdi. İnan həmin təqdimat deməli, o qədər dərəcədə orada iştirakçılar vardı ki, mən heç güman eləməzdim, mən bəlkə də birinci dəfə idi ki, belə bir tədbirdə iştirak edirdim. Və o kitaba görə Ağalar müəllim həddindən artıq təriflər, minnətdarlıqlar, Heydər Əliyevi o vaxta qədər dövlət xadimi kimi, diplomat kimi, hərbçi kimi təqdim edən ikinci bir adam yox idi ki, Ağalar müəllim bu yolda kəmək tədqiqatçılarından biri oldu. Və aradan keçən dövr ərzində Ağalar müəllimin Azərbaycan ictimai siyasi həyatı haqqında çox sayılı bu kitabların siyasılar, yazım siyasılar, kənd cildin sonunda Ağalar müəllim haqqında çox tələbkar bir kişilərdən biridir. Çox qısa bir səhifəlik deməli öz haqqında avtobiyografiyası var və orada o kitabların siyasını verir. Deməli, nəzərdə tutun ki,
Bu kitabların deməli, kitabların ümumi həcmdən dediyim kimi 3000 səhifədən yuxarı idi. Bir qədər sonra ixtisarlar edildi, aşağı düşdü. Amma təxminən 2800-2900 səhifəlik kitabda 1000-dən çox diplomatik terminlər, söz birləşmələri, izafət birləşmələri, müxtəlif anlayışlar mənalandırılır və onların izahəyə verilir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ağlar müəllim həqiqətən də ensiklopedik təfəkkürə malik insanlardan biri kimi bir çox terminlər var ki, onlarla əlaqədar fikirlər mübahisəli ola bilər. Hər bir terminin altında bu hamısına aid deyil. Müəyyən bir deməli, müəllifin əsəri, adı, onlar xarici dillərdə də olan əsərlər var, Rus dilində də, Azərbaycan dilində də olan əsərlər var. Və mən deməli, bir daha elə bir tədbirə toplaşdığınıza görə sizin hər birinizə minnətdarlıq edirəm. Ağlar müəllimə təbrik edirəm. Ağlar müəllim, bu Azərbaycan elmində yeni bir sözdür, amma arzu edək ki, bu sizin son sözünüz olsun. Salamlayıram. Zinin kimyaçılarımız bilir, bir reaksiyası var. Zinin Azərbaycanın Şuşa şəhərində var. Azərbaycanın Şuşa şəhərində. 1842-ci ildə Almaniyada Meyer'in laboratoriyasında işləyir. Orta məktəbdən hamınız bilirsiniz, nitrobenzoldan anilinin alınma reaksiyasını kəşf edir. Ona göre Alman alimi böyle yazdı ki, zinin kimya sahasında hiçbir şey etmezse, əksə nitrobenzoldan anilinin alınma reaksiyasına göre adı tarika qızıl hərflərlə yazılacaq. Mən ağalar müəllimdən dostlar. Onun fəaliyyətini izləyirəm, hələ onu öyrənib tuta bilməmişəm. Ağalar müəllim 45 monografiya, 20 dərsliyin və dərs vəsaiti, 30 proqramın ümumiyyətlə 500-dən artıq elmi əsərin müəllifi. Mən bunların hamısını kənara qoyuram, ağalar müəllim bunları görməyib, eləməyib. Təkcə bu 5 əsərə görə bunun adı tarixə qızıl hərflərlə yazılacaq. Diplomatik siyasi ensiklopediya Vasıl müəllim, hörmətli qardaşım, dostum. SNG ölkələri arasında da yazılır. Birinci dəfə ağalar müəllimi diplomatik siyasi ensiklopediyanı yazır. Bu kitabı mən mütəxəssis olmasam da həvəsinə oxumuşam, Həmid müəllim. Kitab 2832 səhifəli iş kitabı. Kitabda 1180 termindən istifadə olunub və icra olunub. Terminləri saymışam, içinə də girmişəm, oxumuşam. Məni mütəxəssis kimi məsələn bir şey maraqlandırır, deyim ki, həmişə ermənilər bizi qaçılır ki, Türk soydurumu, Azərbaycanlılar bizi qırıblar və s. Ağalar müəllim ilk dəfə, burada Stalinin tərcümə halını yazarsan göstərir ki, Stalin öz dili ilə 5-ci məsəlində deyir ki, ermənilər Türkləri qırmışdır. Mənbəydir. Kitaba baxanda məni maraqlandıran başqa şey deyirəm. Panama kanalı. Hamımız üçün maraqlanır. Panama kanalı 1914-cü ildə istifadəyə verib, uzunluğu 65,2 kilometrdir, eni dərinliyi nəzər. Süveyş kanalı 1854-1869-cu illərdə qazılıb, uzunluğu 161 kilometrdir. Süveyş kanalı okuyanları birləşdirir, kimdən istifadə edir. Mən oturup fikirləşirəm, o vaxtlar, indiki texnikanın olmadığı vaxtlar bunlar nətər qazılır, necə əmələ gəlir. Qısası, bu kitabı oxuyanda, baxanda, burada siyasi leksikonda yer almış sözlərin geniş izahıdır. Diplomatiklərin, dövlət xadimlərin, siyasi xadimlərin, məşhurların portretləri verir. BMT təşkilatı, onun quruluşu və geniş
məlumatlar verir. Ümumiyyətlə, tarixi öyrənmə, dünya tarixini öyrənmə və gələcəkdə istifadə eləmək üçün bu kitabın çox böyük əhəmiyyəti var. Təkcə tələbələrin yox, mənim aləmimdə hamının stol üstü kitabı var. Hamının. İndi uzaq sahələrdə kinosunda bir cümlə var, deyir ki, Kolxoz sədri ki, değişitmişəm oğlu evləndirmişsən, deyir ki, gələrsən, görərsən. İndi bu kitabı danışmaqla tutarmalı. Alarsınız, okuyarsınız, bakarsınız, görərsiniz ki, içində nələr var. Sonra kitab yoldaşlar dedi, çıxış eləyənlər, aralar mərdimdən mən yenə deyilən dostluq, yoldaşlıq eləyir. Eydər Əliyevin sevimli kadrosu. Eydər Əliyevlə oturup durur, onun göstərişlərini yerinə. Ağalar mərdim bu kitab üzərində 15 il və kitabı da Ulu Öndər Eydər Əliyevin 102 illiyinə həsr edir. 102 illiyinə həsr edir. Dahi filosof Platonun bir sözü var. Platon bizim eradan əvvəl 427-ci ildə anadan olub, 347-də ölüb, 80 il yaşayıb. Mən həmişə mühazirəyə girəndə öz tələbələrimə yazdırıram. Deyir ki, həyat yaşadıqca yaşamağa layiq nə isə yazın. Həyat yaşadıqca yaşamağa layiq nə isə yazın. Ya da yazmağa layiq həyat yaşayır. Ağalar mənim yaşamağa yazır, layiq həyat əsər yazır. Həm də yazmağa layiq həyat yaşayır. Ağalar, mən sizi təbrik edirəm, sizə uğur arz edirəm. Yoldaşlar dedi, mən də xahiş edirəm, tövsiyə edirəm, nə qədər ömrünüz var, bu monoqrafiyanın diplomatik ensiklopediyanı genişləndirin. 1180 sözü, izahı qaldır 2000-ə, 3000-ə, nə qədər gücünüz var, sizə uğurlar arz edir. Sağ olun. Hörmətli akademik Vasif Məlim Babazadə, Vasif Məlim buyurun, sizin heyətiniz. Hamınıza mən salamlayıram. Burada çox tanışıldı. Bir-birinə oxşamayan çıxışlardır. Bu daha da məzmunludur. Ağalar müəllimin yığıncağına. Bir qədər öncə bir neçə il, 10 iliyə əvvəldən müraciət eləmiş olsa, mən ümumiyyətlə fakültənin tarixindən də bir kəlmə deyərdim. Mənim gözümə qarşısında Laçın müəllim, Kərəm müəllim, Yola müəllim, Qurban müəllim və digərləri inkişaf edib, dekan olublar, kafedra müdürləri olublar, çox hörmətli doçentlər olublar. İlk öncə balaca tərkib etdik. Fakültə yaratdıq. Elmi Şuranın qərarından burada qeyd olundu. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi. Sonra kafedra ayrıldı, iqtisadiyyatla birləşdirildi. Hal-hazırda Laçın müəllimin rəhbərlik edildiyi bu fakültədə səhv eləmirəmsə 3500 tələbə vardır. Universitetin ən iri sayılı fakültəsi. Digər tərəfdən pis fakültə yoxdur. Bütün fakültələr qiymətlidir, yaxşıdır. Ancaq yaxşıların içərisində nəsə məndə həmişə o beynəlxalq münasibətlərə öncədən münasibət diqqət olmuşdur. Yəqin ki, inkişafımızla, dövr inkişafımızla, tarixlə əlaqədardır. Və öncüllərdən də biri o fakültənin yaranmasında, kafedranın yaranmasında bizim əziz dostumuz Ağalar müəllim Elavatda iştirak etmişdir. Ola bilsin ki, Ağalar müəllimi bəlkə də mən hamınızdan əvvəl tanıyım. Hamınızdan çox tanıyım. Və İsmail müəllim mənim üzr istəyirəm və hamınızdan da yaxşı tanıyım. Həm də İsmail mənim bir dostum, əlbəttə biz də həm dostluq, kolleqiyik, həm tarıq. Bizi yaxınlaşdıran nə olmuşdur? Elmə yanaşmaq, elmə
birlikə yarışma. Bilirsiniz, diplomatik siyasi ensiklopediya yazmaq məsələsi, əgər götürmüş olsaq, yoldaşlarımız çox yaxın getdirir. Keçmiş İttifaqda böyük Sovet ensiklopediyası var. Və yaxud ki, Azərbaycan ensiklopediyası, mən redaksiya yüzünü üzvü etmirdim. Onu onlarla yox, yüzlərlə alimlər yazır. Çətin məsələ, asan məsələ deyil. Bu ensiklopediyanın, burada gözlə yoldaşlardan bəziləri ki, mənim də zəhmətim olmuşdur. Çoxunu zəhmət olmuşdur, Vəli müəllim. Qeyd elədik, qurban mənim, qeyd elədik. O zəhməti necə doğrusuna qoymaq lazım? Nə şəkildə? Niyə siz qoya bilmədiniz? Niyə qurban mənim qoya bilmədiniz? Niyə ağalar mənim qoydu? Bu dərin bilik, əhatə bundan çox şahsın. Nə dərəcədə sən biligə malik olmalısan ki, nə dərəcədə o elmə sən malik olmalısan ki, nə dərəcədə sənin əhatən böyük olmalıdır ki, bu şəkildə ensiklopediya yazasan. Qeyd olundu, 1200 sözə yaxın termin var burada, 1200 terminə yaxın. Həcmi çox ola bilər. Qeyd olundu ki, 2800 dildə biri digər yoldaş biri 3200, 5000 səhifədə ola bilər. O 5000 səhifənin içərisində nə var? 5-ci cüldü baxanda, o yaxında bizim fəxrimiz, dövlətimizin rəhbəri İlham Əliyev cənablarının Çin Xalq Respublikasında səfəri oldu. Çox geniş şəkildə, mən deyirəm ki, o şəkildə heç bir dövlət xadimini Çində qarşılanmadılar. Necə ki, İlham Əliyev cənabları. O 5-ci cilddə mənim əlimdə olan kitabda 1-ci Sinsentin haqqında nə dərəcədə ətraflı məlumatlar vardı. Eləcə şəkildə göstərilmək məsələn ki, deyirlər ki, Stalin haqqında ötəri baxımında. Baxırsınız, deyirsiniz, Azərbaycan deyirsiniz, ermənilər haqqında deyirsiniz, fonda Pushkinin ermənilər haqqında yazısı var 5-ci cilddə. Ermənilər haqqında çoxlu yazıblar, çox əsərlər var. Ancaq burada yazılanı mən etiraf edirəm ki, birinci dəfə mən oxuram. Pushkinin böyük şair olur. İndi kökü də Qaneboğlu gedib çatı verirlər. Saçının burada olmasına baxır. Gedib tarix çatır, orada Pushkinin ermənilər haqqında nə dərəcədə o ifşa edici şəkildə yazmasıdır. Mən hesab edirəm ki, bu ensiklopediya bizim üçün dövlətimiz üçün də böyük bəhrədir. Böyük bəhrədir, burada indi bizim yoldaşlarımız da qeyd edərlər. Bunu oxumaq lazım. Əlbəttə ki, bunu 3-4 ilə tələbələrimiz oxuyurlar. Onlar əlbəttə ki, buna əhatə edə bilmişlər. Görək, ağalar müəllimin səviyyəsinə çatasan ki, bu 3000 terminin əhatəsini nə dərəcədə edəsən. Ancaq ki, yenə də deyirlər ki, biri gürcülər deyirlər ki, bu əvvəllər bir dərs almışlar ki, gürcülər, gürcü qızları ələ qədəmdə şahmat aparılırdı. Necə fənd yapmış? Mən Gürcistanda çox işləmişəm, o zaman da elə bir şey yoxdur. Digər yoldaşlar da dedi ki, kimisə evlənəndə, məsələn, evlənəndə, ələ qədəmdə demirlər, evlənəndə filan şey götürür. Fərqinə baxmıyor. Qızlarımız olsun, gəlinlərimiz olsun, oğlanlarımız, gənclərimiz olsun. Ensiklopediya, ensiklopediya diqqətlə fikir vermək lazımdır. Çox şey öyrənmək olar. Çox şey. Bilirsiniz, heç kəs deməsin ki, mən hər şey bilirəm. Nə qədər alim, mütəxəssis çox bilirsə, görür ki, nə dərəcədə az bilir. Az bilməyini çox bilməyinlə irəlidir. Ağlar müəllim, çox böyük zəhmət çəkmişsiniz. Burada qeyd olunur ki, 15 il siz bu əsər üzərində işləmişsiniz. İnanmıram. Siz ömür boyu üzərində işləmişsiniz. Ömür boyu üzərində işləmişsiniz. Əks halda ola bilməz. Bilirsiniz, bəzən imtahan gəlir, imtahanlar ki, məsələn, mənim hazırlaşıram mən. 10 gündən, 3 gündən, 5 gündən bir fənni bilmək olmaz. Bir ayla, bir ildən də fənni bilməzdir. Və onun dərinliyinə, prosoloji köklərinə, fəlsəfə bilinməlidir. Yanaşasan ki, ondan sonra bilirsən nə yazılır. Böyük əsərdir. Mən siz deyərdim ki, şah əsərdir. Sizin yazdıqlarınızın, bilməm, 45 deyirsiniz, digər yerdə 15 yazılıb, 20 yazılıb, 15 yazılıb. Onu xarşı birinci cilddə
fikir ayrılığı var. Baxarsınız, mən ötən baxsam, birinci tipdə o şəkildə uyğunlaşma yoxdur. Onu nəzərə alırsınız. Çox böyük əsərdir bu. Tövsiyəm nedir mənim? Azərbaycan dilində bu çıxır. Lakin burada tamamilə biz qeydə oldu. Digər ölkələrin dillərində çıxmır. Əlbəttə ki, əgər bir sponsor tapılsa, mən hesab edirəm ki, bunu digər dillərdə tərcümə eləmək lazımdır. O, bilsinlər, bizim bir neçə illər bundan öncə biz kitabımız çıxırdı. Sonra Moskvada dedikdən Kəvazaklardan kənara çıxıb, Moskvada deməli Leningradda kitab sərgisində gələndə cənab İlham Əliyevlə Putinin o sərginə keçən kitaba baxır. Ondan sonra bir müraciət edək ki, o kitabı 2 dənə kitab idi. Azərbaycan qızılı və Azərbaycan mineral xamları. Deyirlər ki, bura məsləhət olaraq cənab Putin'də də təqdim edəsiniz. O zaman biz Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovla bir yerdə məsləhətləşdik, bu kitabları təqdim edəndə aparanda Azərbaycan geoloqlarının Küləkçaydan və Əlincəçaydan topladıqları qızıl çəkintiləri vardı, 937 qram. Vazada biz götürdük o çəkintiləri götürdük, mən təqdim edəndə o kitabları məmnuniyyətlə belə qəbul edirəm. Ancaq bu qızılı Azərbaycanın tarix müdiriyyətinə tanınır. O kitab mənbədir, bilik mənbədir. Qızıllar gəlib gedir, ancaq bilik gedir. Bilik atadan övlada keçir, övladdan nəvəyə keçir və s. Çox tanışmaq olar, ağalar, sən mən təbrik edirəm. Məsləhət görərdim ki, bu kitabı digər dillərə tərcümə edir. Onu fikirləşmək edir, bu bir. Bu cür məzmunlu kitabın çap məsələsini mən qeyri-qənaətbar hesab edirəm. Yaxşı çıxdı, çapı bunun yaxşı. Birinci, ensiklopediya deyirsə, adı həqiqətən ensiklopediyadır. Nazik boşluq. Bu heç yerə getmir. Onu hesab edirəm ki, növbəti nəşrlərində, yəni ki, bu siqnal nəşrlər gedib, ağlar qarın. Mən məsləhət görərdim ki, onu yaxşı şəkildə o sponsor tapıb və ağırlı var ki, o indigodur və digər bilmirəm, nə nəşriyyatdır, mən belə nəşriyyat eşidirəm. Ancaq ki, bunu yaxşı nəşriyyatlar var, əsaslı şəkildə bunu çap eləsinlər və birinci və bizim cənab prezidentimizə təqdim eləsinlər bu kitabı, yaxşı şəkildə. Sonra o dövlətin deməli kitabxanalarla da akademiyanın kitabxanası var. Prezident aparatının kitabxanası var, digər. Böyük nəşriyyatdır. Mən tələbələrimizi də təbrik edirəm bu kitabın çıxmasına. Az çox, nə qədər də oxumasalar. Hər halda maraqlanıb o şeylər, kiməsə nəsə maraqlanır, bir-birinə danış gələcək, böyük maraq doğransın. Mən kollektivi təbrik edirəm, Laçın müəllimimizi təbrik edirəm. Qərəm müəllimimizi təbrik edirəm. Tüm kollektivi təbrik edirəm, tələbələrimizi təbrik edirəm. Çox sağ olun, minnətdarım. Mənim statistiklərimin 45 elmi əsərlərinin şah əsəri Gəncələr diplomatik siyasi ensiklopediyadır və Azərbaycan müasir Azərbaycan diplomatiya məktəbinin qurumcusu, varisi, ulu öndərin ikinci bölümünə ən böyük töhbə verəcək ki, bu ensiklopediyadır. Buna görə mən iştirakçıların hamısına minnətdarlığını bildirirəm. Ağlar müəllimlərin hamısına minnətdarlığını bir daha bildirirəm ki, çox gözəl, böyük bir uzun illərin zəhmətinin nəticəsində bu kitab şəhərsiyə gətirib və bizim oxuculara təqdim edib. Ancaq təşəkkür edirəm Ağlar müəllimin adından, fakültəmiz adından və Ağlar müəllimin özünü, müəllisin özünü dinləmək təbii ki, mütləqdir. Əsas hamımızı salamlayırlar. Bizim hörmətli müəllimlərimizi, alimləri və bizim əziz tələbələrimizi. Yəni, rektorata, dekanata minnətdarım ki, bu tərqimatın təşəkküsü olublar. Mən onlara minnətdaram, onu ictimaiyyətə çatdırırlar. O da deyim ki, belə söz, bu kitab haqqında Azərbaycan Azərtacı məlumat verir, televizor Rus Azərbaycan məlumat verir, Prezident qəzetləri Respublikada bir səhifə məlumat gedib,
Halk gazetinde bir sayfa edip ve nihayet 522, 521 gazetede məlumat geldi. Ne demek istiyorum? O bilası xüsusən tələbələr burada yerləşir. Sovet devrinde 70 illikdə ve son 30 ildə ensiklopedi diplomatiya yazılmıyor. Eseri diplomatiya, ancaq diplomatiyada yazılmıyor. 50-ci illərdə məşğul bilirlər çıxıb diplomatik lügət 3 cildə. 70-ci ildə dərdər təkrar olub 4 cildə. Ben indi burada Vasif müəllim dedik ki, yaş İsmail müəllimdə nəyə görə mən bunu məşğul edim? Bilirsən, tələbəlik illərində size bir fakt getireyim. Azerbaycanlı Mahmud İsmailov 32 yaşında SSR Xarici Naziri birinci muavini oldu. Hiç bilmiyor. Ne alimler bilir, ne müəllimler. Hiç yerde məlumat yoktur. Ruslardan var, bunun adı hiç yeri yoktur. Ve 44. yılda Politbüro kararıyla Respublikalarda Xaricdən Nazir yaradanda Mahmud müəllim olur birinci Azerbaycan Xaricdən Naziri. O da dedi ki, bütün ştat şoferdatının nazirinden 7 nəfərdir. Bu formal karakter, Xaricdən Naziri. Nedir? Hiç nələrdir. İkinci söz deyir ki, Əlimardan Tapçıbaş. Ne göre deyirlər? Ondan maraqlanılmanın da ateş ediyor. Əlimardan Tapçıbaşı Rusya'da en meşhur adam idi. Rusya'nın 4 devlet dumasında bütün Müslümanların deputatları sadrı oldu, rehberi oldu. Ve Rusya'da meşhur advokat oldu, privat. Əsr nəfərində. İndi Moskva ondan çok seyirli film çekti. Rusya meşhur adamları birbirine mektup yazar. Privaka Petrograd'da yoktu. Xahiş edelim tapasınız Əlimardan bekle. On reşit baş bakmaz. Yani bu adam həlleyle fikir verir. Bunun hakkında bir şey yok. Ne olur hem şey öğrenme geldi, ne tar olur bunlar geldi. Ancak Rusya'da hırda dilli adamlar var. Şimdi bir de o diyeyim ki Sovet dövrü dağılanacak eserde 7 baş konsul olup Ermeni. Bir tane Azerbaycanlı oldu. 6 Ermeni fevkalade ve salayetli sefir oldu. Bir tane Azerbaycanlı olup Benjamin Agamoglan'ı Gambiya'da. O da yazdı orada zehirlenir, orada rehbete gelir. Azerbaycanlı fevkalade sefir oldu. Fikir veriyoruz. Yani burada Vasif müəllim dedi, İsmail müəllim, başkaları Sabir müəllim. Biz bunu yaradığında fikirləşir, Azerbaycan'ın geleceği var. Biz yaxşı bunu yaratmalıyıq. Ben size indi bir iki misal da getireyim bu kitap hakkında. Ne göre deyirəm bunu getireyim biləsiniz. Misal için çok sıfırı tartışılır bu münasebet. Stalin ve Roosevelt. Stalin fikir verir, burada yazmışam onu. Yalta konferansında diyor ki, Tehran'da fikirleşirdi. Roosevelt daimi limonu sıfırdı kofiye. Gecine zeng gelir, Gorya, kartomun kağıtına deyip, benim yaşadığım evin qabağında limon ağacı var. Onu orada çıkartırsınız, getirirsiniz. Gecine ekirler düz Roosevelt'in qalan otağın qabağında. Hopkins, böyük məşhur adam, onun oğlu karışmaz. Deyir ki, çıxanda səhər, başı ilişdi boyu ağlar. Bu aradan gəldi, gece yok idi axı. Özə sanır, deyir 220 tane limon var. İkinci, Roosevelt çok hoşuna gelip aseterina, Stalin getirir zenginin Mircafar Bagir var. Mircafar, sağ. Bir gün gecəldirilirsən, en büyük aseterina gönderirsen Yalta'ya, bir başta. Gönderirler. Uzunluğu 2 metre yarım, diametri 60 santimetre. Getirirler Zalda çöre geldi, Roosevelt der ki, господин Маршал, это чудо или реальность?
Yani bu hakikatdir ben bunu görürüm. Ya da bu mənə xəyaldır. İkinci mesele Roosevelt'in dünyası değişmək. Bu Yaltadan sonra gedir, Kayrı'da kalır. Kayrı'dan sonra gedir, Amerika gələndə özün biraz pis gedir. Bir de muharrem gedir. Yelizaveta Şumanova, Rus ressami, diyor ki, Gasparin icazə və sözün şəklinizi çəkin. Diyor, hanım, benim 15 değerli vaktim var. Hanım çekir, yakınlaşır, Roosevelt geçinir. 15 değerli sonra bu dünyasını der. Hayatta görür. Ulan ben burada yazmışım, bu biraz. İkinci bu, çok vakti söhbət gedir, mağazını benim eline bırakırdım, Moskva'ya gələndə. Lavrenti verir, gelir diyor ki, teröristleri, yer işi harada kalacak, yer harada kalacak. Metropolda, metropol Moskva'da meşhur. Tanıyorlar, mehmanxana deyir, bak işte, o səfirlər orada, onları niye necəksən? Deyir, sen gedişinlə məşğul ol, mazinin qalacaq mənim yanımda. Stalin qalırdı birinci mərtəbədə, Mao ikinci mərtəbədə. Bir gün bunlar akşam çörək gəldilər, Mao'cundan o beline danışmışam, deyir ki, teröristler, davayki bizi de birleştirin, olan 17. Respublika. Stalin fikirləşir. Deyir ki, bilirsiniz, Ruslarda məsləhət var. Səhər, axşamdan yaxşıdır. Demək ki, gedək yataq, səhər fikirləşir. Deyir, o vaxt 900 bin Kitay var. 190 bin Sovet dövlət adamı var. Deyir, sabahında bu Kitaylar panelbörü olacaq Kitay. Dövlət olacaq Kitay. Deyir ki, Mao deyir ki, ne oldu yoldaşlar? Deyir, bilirsən Mao. Bu MT'de 2 ses var, senle ben. Sen de geçsin, beni orada yerler. Gelip dost olaq, Kitay kalsın, biz de kalalım. Bu orada yazılmışlar. İkinci mesele çok, bu da ben getmişim. Eisenhower'ı ne derdi? Yegane bilesiniz. Müəllimlər de tələbələrdir. Yegane əcnəbi şəxsiyyət Lenin mavzəlinə qalxan olur Eisenhower. Stalin çok fikirləşmə nətər gətirək, Moskvada təşkil edirlər idman paradı. O vaxtda Eisenhower, Trizona deyirlərdi, Amerikan, Fransa, İngiltərənin komandiri, Zhukov'da bizdə. Stalin ona zəng edir ki, Zhukov, sen onunla dostsan, onu dəvətlə bu bayrağı. Gəlirlər, həmən Samarotda bir yerdə Zhukov'la gəlirlər Moskvaya və oturur aşağıda, Stalin çağırır, Geniştabın reisi, ordu general Anton diyor ki, Baydi, gel onu davetle tutarım. Bu da böyle bakır diyor, Davaş'ta, orada diyor, yok diyor, buraya geldi, mən yanma. İlk dəfə Eisenhower, əcnəbi oldu. Həmə də buna Stalin verir, qələbə orden pamiyat. Ve bir tane de fakt diyeyim size, bize çok vakit edebiyatta var, orada ben yazmışam. Şimdi bilirsiniz, məhkəməsi açıram. Lavrenti Pavlov'un məhkəməsi olmayıb. Ben bu Rus diplomasına üzere derim ki, 50 yılda çok ki, aşırıda bu seri. Ben şimdi bu arada bir heykel var, Vannikov. 3 defa Sosyal Səhvə qəhrəmanı. Bu Beyran oğlu Sergo'na dostluq edir. 52. yılda bu zən gelir Sergo. Bayşe Damur. Özdeşim. Bir get de gelip görürsün. Ben Qalaşı diye bilmirəm. Sergo memuarında yazır. Bağda kalırdı. Geldim der gördüm nasıl kadraparlar. Ayakkabıda fikirləşdim. Baxım ben atamın ayakkabısı. Sonra Xruşov təşkil edir. Su doldu, Rudenko oldu, 3'er su gitti ve Zhukov'da o büyük sərhədçi ancaq çox yalan yazır. Deyir ki, Bulgariya o vaxtı Marshall müdafiə naziri idi, Zhukov'un muhabiridir. Bulgariya deyir ki, Bayşe Etibat'tan ikisini görüşüyor. Git gör, o səni gözləyir. Özüyle deyir, bir adam alır. Bu da gör ne yazır. Ben deyir getirdim Batist. Batist'in 2 metre boyu var idi, Zhukov'dan 1 metre hündürüydü. Ben de 30'urdum o arka sınırtım örtüm plaşla. Fikir verir, görüldük danışır. Kreml'e gelir, orada Mişel'i de görürler, bunu hiç kim görür.
Yani ki Xruşov der ki ben der tuttum der portfeli böyle dedim nişali labirenti. Yani ki mahkeme olmuyor. Neçe üstüne geçip ve Maskaryenka vardı marşayı o vakti yazlamışlar mahkeme. Rahmetli Heydar Ali bir de dedi ki çok sırlar var açılacak. Ya o ne demse ki Heydar Ali dedi bu yıllar jubileydi 102 burada İsmail Müəllim dedi. Ruslar özleri biləsiniz onu gençler. Yalar derdi ki televizyonu yandırlar. Dersen düşün. Yandır там Heydar Aliyev выступает. Не то, что наш костнистый, тот алкаш Ельцин. Bunu Ruslar derdi. Kostnistый Горбачев. Bunda hal var idi. Heydar Aliyev выступает. O der ele ifa işletir ki biz Ruslar bilmiyor. Ne demek istedim? Son sözüm size hamınıza teşekkür ediyorum. Burada çıxış edən Vasif müəllim, İsmail müəllim, Rüfət müəllim, Sabir müəllim, Vəli müəllim, Qurban müəllim, Kerem müəllimə sizə təşəkkür edirəm, Laçın müəllim, tələbələrə hayat elədi ki, Vasif müəllim dedi, nə qədər yaşayırsan oxumalıyım, öyrənməliyim. Demək olmaz ki, mən hər şey bilirəm. Yaşa dolduqca biz başqa şeyləri çox şey biz bilmirik. Ona göre siz de şimdi cavansınız, gençsiniz. Örgeniz müəllimlərinizdən, aksakallardan, büyüklerden size uğurlar, müəllimlərə de can sağlık. Teşekkür ederim ki,